Mən bizim izləyiciləri salamlayıram və bugün danışacağım mövzu maraqlı bir mövzudur. Çünki məndən soruşurlar ki, hansı qidalar həm potensiyaya, yəni cinsi aktivliyə, həm də spermatozoidlərin aktivliyinə müsbət təsir göstərir. Ümumiyyətlə, gündəlik qəbul edilən qida vasitələri içərisində ən çox ət və ət məhsulları, balıq məhsulları və meyvə tərəvəzləri göstərmək olar ki, bunları düzgün seçim etdikdə həm potensiyaya, həm də spermatozoidlərin aktivliyinə müsbət təsir göstərir. Bu məhsulların içərisində biz əsas etibarilə balıq məhsullarını göstərə bilərik ki, bunların tərkibində olan omega 3 və digər mikroelementlər, əsasən də sink kimi mikroelementlər cinsi fəaliyyətə və spermatozoidlərin aktivliyinə yaxşı təsir göstərir. Eyni zamanda digər meyvə tərəvəz məhsullarına nəzər saldıqda banan, avokado, eyni zamanda göyərti məhsulları və bundan başqa balqabaq tumu, badam, püstə bu kimi məhsullar da reproduktiv sistemə müsbət təsir göstərir. Ancaq məhsulların içərisindən seçim etdikdə biz ən çox təbii ki, təbii meyvə tərəvəzlərə üstünlük verməliyik və bundan başqa eyni zamanda ət və ət məhsullarına da xüsusi diqqət ayırmaq lazımdır ki, məhz bunların içərisində olan vitaminlər, mikroelementlər, yəni ki, əsas etibarilə bizə maraqlı olan D vitamini, B vitamini, sink, selen kimi mikroelementlər çox vacibdir ki, məhz reproduktiv sistem, mədə-bağırsaq sistemi, eyni zamanda sinir sistemi fəaliyyətində bu məhsullar mühüm əhəmiyyət kəsb edir. Məhz spermatozoidlərin aktivliyinin artırılmasına və potensiyanın artırılmasına xüsusi diqqət yetirmək üçün təbii meyvə tərəvəz məhsullarına üstünlük vermək lazımdır.